Salam dəyərli tələbələrimiz. Bugün zamanlar mövzusunu izah edəcəyim. Ümumiyyətcə ingilis dilində bildiyimiz kimi, keçən videoda da qeyd etmişdim, 16 zaman forması var. Neçə zaman forması? 16 zaman forması var. İlkin zaman formaları present simple, indiki sadə zaman, past simple, keçmiş sadə zaman, future simple, gələcək zaman, gələcək sadə zaman və yaxud da sadə gələcək zaman. Getdik ilkin olaraq indiki sadə zaman. Birinci zaman zərfliyinə baxırıq həmişə. Usually adətən, sometimes bəzən, often tez-tez, never heç vaxt, always həmişə, rarely nadirən, seldom az hallarda, every ilə başlayan bütün. Every year, every day, hər gün, hər il, twice a week, one a year. Yəni bu zaman zərfliklərini gördünüzsə, konkret surətdə biz bilirik ki, bu hansı zamandır? Bu indiki sadə zamandır. İndiki sadə zaman. İndiki sadə zamanda işlənməsi çox asandır. Adicə tək isim olan zaman feilin sonu s, ismim cəmdə olanda feil olduğu kimi. Baxaq adi nümunəyə. Məsəl üçün deyirəm, mənim dostum Bakıda maşın təmir edir. My friend, ismim nədir? Tək isim oldu, düzdürmü? Nə olacaq feilin sonu s? Dedik axı, ismim tək olanda feilin sonu s. Bəli, mənim dostum maşın təmir edir. Desəm, mənim dostlarım, ismimiz nədir? Cəm isim. Feilin sonuna heç bir şey artırılmır. Dostum olanda repairs olur, təmir etmək, feilin sonu s. Dostlarım olanda repair, feilin sonuna heç bir şey artırılmır. İnkarda belə. İsmim yenə tək olanda does not verirəm. Mənim dostum maşın təmir etmir Bakıda. My friend doesn't repair. Çünki ismim təkdə olanda does not-dan istifadə edirəm. Mənim dostlarım deyəndə isə yenə baxıram, dostlarım cəmdədir. Düzdürmü, ona görə cəm ismində inkarı necə olur indiki zamanda? Do not. Sualda belə yenə does çıxır önə, təklərdə, cəmlərdə isə do çıxır önə. Çox çətin deyil uşaqlar, sadəcə diqqətli olmaq lazımdır. Past simple. Past simple da keçmiş zamandır. Keçmiş zaman. İlkin baxaq zaman zərflinə. Keçmişdə baş verən zamanlar. Yesterday dünən, the day before yesterday sırağa gün, once upon a time günlərin bir günü, ago əvvəl, last week keçən həftə, in the past keçmişdə, in the 19th century 19-cu əsrdə. Feillər də iki cür olur. Keçmişi iki cür yaranır. Yenə dediyim kimi qaydalı feildirsə buna id şəkli çarptırılır. Qaydasız feildirsə nə olur? Kökündən dəyişir. Məsəl üçün, tutalım ki, qaydalı feildirsə bir like-dir. Ed artırıram, olur like-dir. Amma tutalım ki, go feildirsə, go-nun keçmişi go-et deyə bilmərəm. Kökündən dəyişir, went olur. Bunda kökündən dəyişənlərin dəftəri var, lüğət kimi, onu verərəm, əzbərləyərsiniz. Okay. Qaydalı feillər idi, qaydasızlar kökündən dəyişdi. Baxıram. My friend, mənim dostum dün, keçən Dubayda işlədi. My friend worked. Keçmiş zaman. Mənim dostum işləmədi. Keçmişin inkarı did not-la düzəlir, dostlar. Did not ilə. Hansı ki, indiki zamanda do not, does not idi. İndiki zamanda nə idi? Do not, does not-la, düzdürmü? Do not, does not-la düzəlirdi. Amma indiki zamanda, keçmiş zamanda did not. Mənim dostum işləmədiyində my friend did not work. Qayıdır feil birinci formaya heç bir şəkildə çarptırılmır. Sualda belə did çıxacaq önə. Getdik növbəti went. Qoyulan keçmişi nə olmuşdu? Went. Deyirəm, mənim dostum, mən dünən parka getdim. I went to park yesterday. Mən dünən parka getmədim, necə olacaq? Did not verəcəyəm. I did not
Fail də qayıdır birinci formaya. I did not go to park. Həmişə ümumiyyətlə suallarda və inkarlarda fail qayıdır birinci formaya. Did də verəndə sən dünən parka getdin. Went qayıdır birinci formaya. Did you go to park yesterday? Gəldik gələcək zaman. Gələcək zamanda göstəriciləri tomorrow sabah, the day after tomorrow biri gün, soon tezliklə, next week gələn həftə, next ilə başlayanlar hamısı da uşaqlar. Next year gələn il, in 2 days, after 2 days 2 gün sonra, in the future gələcəkdə, in 2050, 2050-ci ildə. Gələcək zamanda iki şəkil çeynə olur. Shall və will. Məsəl üçün, I will study. Mən təhsil alacağam. Mən təhsil almayacağam. I will not study. Sualı da qabağa çıxır. Will you study? Sən təhsil alacaqsan. Ümumiyyətlə, nə əzbərləməliyik ki? Bütün zamanın zaman zərfliklərin, nida işarəsi qoyduqlarım, işlənmə yerin, indiki zaman inkarı necədir? Do not, does not. Keçmiş zamanın did not, gələcək zamanın will not.